Müsahibim Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəylidir. Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İranda yaşayan Azərbaycanlıların fundamental hüquqlarında nə dəyişikliklər olubdur? Heç bir dəyişiklik. Bunun da təbii ki, səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti İrançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran adlanan ölkədə də yaşayan bütün millətlərin fəaliyyətini o istiqamətə yönləndirmək istəyir. Təbii ki, rejimə bir çox təzyiqlər var dünya dövlətləri tərəfindən. Onun radikal mövqelərlə bağlı. Ona görə də rejim müxtəlif insanları bir dəfə Əhməd-Nicadı, o bir dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünya dövlətləri içərisində müəyyən siyasi manevrlər etsin. Amma bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları Həsən Ruhani hakimiyyətə gəldikdən sonra Azərbaycanlı fəalların daha çox həbsə məhkum edildiyi və edamların artdığını qeyd edir. Sizin fikriniz? Bu da yenə doğru təsbitdir. Çünki Həsən Ruhaninin tərəfindən müəyyən danışıqlar başlanılıb xarici dövlətlərlə. O danışıqlar sui-istifadə edərək ölkə daxilində rejimə müxalif olan qüvvələrin səsini kəsmək istəyirlər. Ona görə bu rejimin demək olar ki, 20 neçə il ərzində apardığı siyasi strategiyanın tərkib hissəsidir. Bir tərəfdən dünya dövlətləri ilə müəyyən əlaqələrə girir, o bir tərəfdən ona gələcəkdə maneçik törədə biləcək insanların səsini boğmaq istəyir. Həsən Ruhani hakimiyyətə gəldikdən sonra xaricdə yaşayan Azərbaycanlıların İrana qarşı mübarizəsində sanki bir sönmə yaranıbdır. Bunun səbəbi nədir? Ümumiyyətlə, Güney Azərbaycanlılar belə baxanda 3-4 molla ilə davada deyil. Bir sistemlə və o sistemin institutlarının yetişdirdiyi kadrlarla demək olar ki, səssiz müharibə içərisindədir. Və bu səssiz müharibədə təbii ki, rejimin kəşfiyyat orqanları sakit deyil. Kəşfiyyat orqanları çalışır ki, nəinki Güney Azərbaycanda zorla, həm də müxtəlif yollarla, insanları ələ almaqla, xarici dövlətlərə nüfuz edərək, xarici dövlətdə yaşayan insanlara nüfuz edərək, onların vasitəsilə daxili inkişaf etmənin qarşısını alsın və Güney Azərbaycanlar arasında pərakəndəliyi daha da inkişaf etdirsin ki, Güney Azərbaycan məsələsi İran adlanan ölkənin içərisində inkişaf eləməsin. Daha doğrusu, rejimin qorxa biləcəyi səviyyəyə gəlib çatmasın. Güney Azərbaycan parlamentdə təsis edildi, amma bu bir mənalı qarşılanmasa da, hər halda onun da müəyyən bəyanatları İranda Azərbaycanlılara qarşı son təzyiqlərlə bağlı mövqeyi görünmür. Səbəb nədir? Təbii ki, bu parlamentin yaranması, ümumiyyətlə, Güney Azərbaycan parlamentinin yaradılması çox zəruridir və çox vacibdir. Amma Güney Azərbaycan parlamentinin yaradılmasında bir neçə dövlətlərin marağı vardır. Onun biri də İran dövlətidir. İran dövləti təbii ki, istəyər Cənubi Azərbaycan adı altında parlament yaradılsın, nəzarət özəlində qalsın. Ona görə də bu parlamentin yaradılması məsələsində biz çox ehtiyatlı olmaq bacarmalıyıq. O qədər ehtiyatlı olmalıyıq ki, burada bir millətin taleyindən söhbət gedir. Məsələ, nədən bu bir mənalı qarşılanmadı? Çünki parlamentin yaradılması ərəfəsində sanki bir çox Güney Azərbaycanlılar ayıldı ki, belə bir qurum yaradıldı. Və bu qurumun mahiyyəti, səbəbi nə formada oldusa, müəyyən dostlarımız belə bir qərara gəldilər ki, bu gizli qalması daha doğru idi. Amma bunu kimdən gizlətmək istəyirlər? Əgər molla rejimindən gizlətmək istəyirlərsə, molla rejiminin kifayət qədər kəşfiyyatı var və kəşfiyyatçılarının da demək olar ki, həddin artıq məlumatları vardı insanlar haqqında. Amma ümumiyyətlə, üst-üstə götürəndə bu parlamentin yaradılması çox vacibdir. Bu, Güney Azərbaycanın millətinin milli azadlığına yardım edəcək, köməklik edəcək. Amma Güney Azərbaycanlılar təbii ki, bu parlamentin yaradılmasında mütləq və mütləq Güney Azərbaycanlıların, Güney Azərbaycan türklərinin, mübarizlərinin əli olmaqla bərabər onların iştirakı ilə bu həyata keçirilməlidir. Bu arada
İranda yaşayan Azərbaycanlıların, fəalların öz azadlıqları uğrunda, fundamental azadlıqları uğrunda, mədəni azadlıqları uğrunda mübarizə aparan fəallara sözünüz? Mən bütün bu mübarizlərə sözüm bundan ibarətdir ki, onlara sizin efirdən xahiş eləmək istəyirəm. Daha elmli mübarizələrini davam etdirsinlər. Daha ağıllı, bölgədə gedən siyasi strategiyaların mahiyyətini bilərək, dünya dövlətlərinin apardığı da siyasi strategiyaların mahiyyətini dərk edərək bu addımların mahiyyətinə nəzər salsınlar. Kör-körana hər hansı bir addım həm insanlarımızın şəxsi kimliyinə zərbə vurur, həm millətin milli azad hərəkatına zərbə vurur. Və bu zərbələri düşünürəm ki, indiyəcən biz çox almışıq. Və bundan belə təbii ki, kollektiv düşüncəyə üstünlük verməliyik. Bu millətin azadlığının əldə edilməsi deməkdir.